Sual verən soruşur, zəkatımı qohumlarıma verə bilərəmmi, əgər onlar zəkata layiqdirlərsə? Yoxsa zəkatı onlardan daha çox ehtiyacı olan başqalarına verməliyəm? Allah səni bərəkətləndirsin. Sənin qohumların iki dərəcəyə bölünür. Birinci dərəcə elə qohumlardır ki, onlara baxmaq sənin üzərinə vacibdir. Əgər onlar kasıblaşsalar və ehtiyaclı olsalar, sən onlara baxmağa borclusan. Bu halda sən onlara zəkatından verə bilməzsən. Çünki sən onlara onsuz da baxmalısan. Əgər onlara zəkat versən, sanki öz malını, onlara xərcləməli olduğun pulu zəkatla qorumuş olursan. Bu isə icazəli deyil. İkinci dərəcə, elə qohumlardır ki, onlara baxmaq sənin üzərinə vacib deyil. Onlar hal-hazırda kasıbdırlar, lakin sənin onlara baxmaq məsuliyyətin yoxdur. Bu halda onlar sənin zəkatına başqalarından daha layiqdirlər. Onlara vermək əfsəldir. Bəli, onlar sənin zəkatın üçün başqalarından daha öncəliklidirlər. Ey qardaşlar, buna misal olaraq, ər öz zəkatını kasıb olan zövcəsinə verə bilərmi? Cavab, xeyr. Çünki sən onsuz da ona baxmağa borclusan. Bəs zövcə, qadın, öz zəkatını kasıb olan ərinə verə bilərmi? Cavab, bəli. Çünki qadının öz ərinə baxmaq, ailəni saxlamaq kimi bir məsuliyyəti, vacibiyyəti yoxdur.